Son illərdə məktəblərdə valideyn komitələrinin fəaliyyəti cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib, bilirsiniz. Əslində bu qurumların məqsədi müəllim, valideyn və şagird arasında qarşılıqlı əlaqəni gücləndirmək, məktəbin sosial və təşkilati işlərinə dəstək göstərməkdir. Lakin praktikada vəziyyət bir qədər fərqlidir. Yəni bəzi hallarda valideyn komitələri öz səlahiyyətlərini aşaraq məktəbin idarəçiliyinə müdaxilə edən, maliyyə toplanışlarını tənzimləyən və qeyri-rəsmi qərarlar verən struktura çevrilir. Valideynlərdən toplanan vəsaitlərin şəffaf şəkildə idarə olunmaması bəzi komitə üzvlərinin müəllim və şagirdlər üzərində nəzarətçi funksiyasını icra etməsi isə ictimai narazılığı artırır təbii ki. Bütün bunlar belə bir sual çıxarır ortaya. Valideyn komitələri qanuni əsasla fəaliyyət göstərirmi, yoxsa bu qurumlar məktəblərdə rəsmi təsdiqi olmayan kiçik idarələrə çevrilib? Təhsil eksperti Rizvan Fikrətoğlunu dinləyək bu barədə. Biz təhsil haqqında qanunda, Elm və Təhsil Nazirliyinin müəyyən normativ aktlarında və digər qanunvericilik aktlarında, xüsusən də təhsillə bağlı qanunvericilik aktlarında valideyn komitəsinin hüquqi statusuna bağlı demək olar ki, heç bir məlumata rast gəlmirik. Bəs bu valideyn komitələri nədir? Valideyn komitələri valideynlər tərəfindən yaradılır və ictimai əsaslarla fəaliyyət göstərir. İctimai əsas odur ki, yəni heç bir ödəniş almadan fəaliyyət göstərir. Məqsəd bu olmalıdır ki, burada məktəb, valideyn, müəllim arasında müəyyən körpü rolunu oynamaqdır və təhsilin inkişafına dəstək verməlidir. Könüllü layihələrdə iştirak, uşaqların fərdi inkişafına dəstək və bu istiqamətdə təşkil olunmalıdır. Amma biz təəssüflər olsun ki, nə görürük? Valideyn komitələri ya öz təşəbbüsü ilə, ya da ki, müəllimin və yaxud da ki, məktəb direktorunun müəyyən təşəbbüsü mü deyək, təzyiqi mi deyək, pulların yığılmasına şahidi oluruq. Təbii ki, bu yol verilməzdir. Əgər belə deyək, bu könüllü deyilsə və valideynlər nəyəsə məcbur edilirsə, təbii ki, burada məsuliyyət yaranır. Yəni, yığılan qanunsuz vəsaitlər inzibati və cinayət məsuliyyətinə səbəb ola bilər. Təbii ki, bu yığılan pulun miqdarından və digər məsələlərdən asılıdır. Əgər bununla bağlı məcburi təzyiq olunursa, məsələn, deyilə bilər ki, valideyn pul verməsin, amma elə deyil. Məsələn, tutalım ola bilər ki, belə bir şayə yayılır ki, əgər sən pul verməsən, sənin övladın müəllim tərəfindən incidiləcək, təzyiq göstəriləcək, ona zəif dərs veriləcək, sinifdə belə deyək, qısnamaya məruz qalacaq. Bu valideyni uşağı daha yaxşı təhsil alsın deyə, digər yoldaşlarından geri qalmasın deyə məcburi pul verməsinə gətirib çıxarır və bu da məcburi pul yığımı ilə nəticələnir. Belə hallarla rastlaşan valideynlər qorxmamalıdır, çəkinməməlidir. Valideyn dərk etməlidir ki, əgər bugün yığılan xırda vəsait məbləğindən asılı olmayaraq, buna görə əgər müəllim uşağına yaxşı baxacaqsa, inandırım sizi, həmin müəllim o uşağa yaxşı baxa bilməz, o ümumiyyətlə müəllim ola bilməz, o, belə desək, faydalı vətəndaş yetişdirəlməz, əksinə onun uşağına daha pis baxacaq. Çünki əgər bir müəllim aldığı maaşla yanaşı, onun əli valideynin 30-40 manatındadırsa, valideynin belə deyək, gözü onun puluna dikilibsə, o özü belə deyək, qaranlıq müəllimdir, o özü problemli müəllimdir və həmin müəllimlər düşünürəm ki, cəmiyyət üçün fayda ola bilməz. Əgər məcburi pul yığımı olursa, bunu valideyn ictimailəşdirməkdən, müəyyən qurumlara şikayət etməkdən çəkinməməlidir. Çünki bu proseslərin ardı-arası kəsilməyəcək. Bununla bağlı Təhsil Nazirliyinə, hətta Korrupsiya Qarşı Mübarizə İdarəsinə belə şikayət oluna bilər, həmçinin hüquq mühafizə orqanlarına deyilə bilər və ictimai qınaq. Ümumiyyətlə, bu məsələlərdə istər cəmiyyət, İstər, hətta deyərdim ki, müəllim, direktor özü belə, media belə ictimai qınaq fəaliyyətində olmalıdır ki, bu kimi hallar təkrarlanmasın, bu kimi hallar çoxalmasın. Yəni, deyirəm, ümumilikdə
Bu komitənin hüquqi əsası yoxdur. İctimai əsaslar, yəni ödənişsiz formada fəaliyyət göstərir. Məqsəd təhsilin inkişafı, uşaqların dəstəklənməsi, eləcə də sosial inkişafına dəstək verməkdir. Yəni bu gün bu ictimai əsaslarla fəaliyyət göstərən dırnaqarası komitə ancaq ya öz təşəbbüsü ya da müəyyən müəllimin təşəbbüsü ilə qabağa verilir və müəyyən pul yığımı ilə məşğuldur və bu da qəbul edilməzdir.